Gündəlik məişətdə istifadə etdiyimiz qab yuyucu vasitələrin, ağardıcı mayələrin qorxulu tərəfləri ortaya çıxıb. Milli Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə nə qədər yaxşı yaxalasanız da o maddələr qabda qalır. Tədqiqatlar göstərir ki, bir qabın kimyəvi maddələrdən tam təmizlənməsi üçün onu dəfələrlə, bəzən 20-30 litr su ilə yaxalamaq lazımdır. Əks halda qurumuş qabın üzərində qalan görünməz təbəqə yemək vasitəsilə birbaşa mədəyə keçir. Bir çay qaşığı ağardıcı vasitənin tamamilə təmizlənməsi üçün 50 litr su lazımdır. Bu isə qab yuyan maşının təxminən 5-10 dəfə işləməsinə bərabərdir. Maşın 20-30 dəfə boş işləsə belə bu maddələr tam təmizlənmir. Onlar qab yuyanın xortum, filtr və daxili səthində toplanıb qalır. Bu maddələr, xüsusilə səthi aktiv maddələr, surfaktant mədənin daxili qatını zədələyə, qastrit və digər həzm problemlərinə yol aça bilər. Əlcəksiz yuyulan qablar zamanı bu kimyəvi maddələr dəri vasitəsilə qana keçərək allergik reaksiyalara və uzunmüddətli dəri xəstəliklərinə səbəb olur.